Xanımlar, hər vaxtınız xeyir olsun. Bugün mən təzyiqdən əziyyət çəkdiyimə görə bugün sizin üçün baxın bu kofe haqqında məlumat vermək istəyirəm və özüm də hal-hazırda istifadə eləyəcəm bunu. Baxın, artıq açmışam ağzını, fincanıma boşaldıram və zövqə görədir, amma mən pesok atacağam biraz. Baxın, bax qaşığın ucunda biraz da pesok atıram. Belə və qaynar su tökürəm üstünə. Baxın xanımlar, bugün mən ikinci dəfədir artıq bunu içirəm. Bir dəfə səhər-səhər içmişəm. Təzyiqim yüksək olub bugün. Heç bir dərmandan da istifadə eləməmişəm xanımlar. Baxın. Mən təzyiqim olanda özümü baxın bu kofe ilə müalicə edirəm. Çox da effektivdir. Anında təzyiqi tənzimləyir. Yəni başqa dərmana falan heç nəyə ehtiyac qalmır. Çox məsləhətli bir kofedir. Çox faydaları var əslində. Çox faydaları var. Həm miqren ağrılarına, həm mədə bağırsağı düzəldir, qəbizliyi aradan qaldırır, qanda infeksiyanı təmizləyir və təzyiqi tənzimləyir. Həm də şəkər xəstələrinə də çox faydalıdır. Yəni heç bir qorxusu yoxdur. Şəkər xəstələri də bunu ürək rahatlığı ilə istifadə eləyər xanımlar. Baxın, yəni məlumatı olmayan xanımlar mütləq ki, hal-hazırda düzdür, stokda bitibdir, amma gələn kimi mütləq bu hər evdə olmalıdır. Hər evdə mən istifadə eləyirəm kollagen çörək otu və bu da bir dərman kimi mənim evimdə mütləq olmalıdır. Çünki evdə özümün və yaxud başqa kiminsə təzyiqi qalxarsa, mən dərman yox, mütləq ki bu kofedən düzəldib verirəm. İstifadə eləyin xanımlar.